Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. İzzət sınaq PDF-dən mövzu sınaq imtahanı 4.2-nin izahını veririk. Gəlin başlayaq birinci sualdan. Tənliyi həll etməyə tələb olunur. Trigonometrik tənliklərdən olan tangens tənliklər necə həll olunurdu? Tangens x bərabər A tənliyini həll etmək üçün, x-i tapmaq üçün arc tangens A üstəgəl pi k-dan istifadə eləyirdik. Əziz şagirdlər, bizim tənliyimizdə x-in yerində duran mənfi 4x-dir. Yəni, mən yazmalıyam, mənfi 4x bərabərdir. Arc tangens 1 böl kökdə 3 və təbii ki, üstəgəl pi k. Həmişə unutmayaq ki, tangensdə, kotangensdə pi k olur. Həmçinin sinusda da pi k-dır. 2 pi k olur harada? Kosinusda. Bir də xüsusi hallarda təbii ki, 1-ə və mənfi 1-ə bərabər olduğu hallarda 2 pi k idi. Yəni, qarışdırma ehtiyac yoxdur. İndi baxaq uşaqlar, mənfi 4x bərabərdir. Arc tangens 1 böl kökdə 3. Uşaqlar, mən həmişə deyirdim, belə yadda saxlayın. Tangens pi böl 3-də kökdə 3-dür. Bizə isə kökdə 3 böl 3-ü deyir, düzdürmü? Yəni, tangens pi böl 6-da kökdə 3 böl 3 olur. Və ya 1 böl kökdə 3 də deyə bilərsiniz. Bunlar eyni şeydir. Onda mən arc tangens 1 böl kökdə 3-ün yerinə nə yazacağım? Pi böl 6 yazacağım. Üstəgəl pi k. Bu hissələri silirəm. İndi baxaq, mənə lazımdır x-i tapmaq. Hər tərəfi mənfi 4-ə bölsəm, olacaq pi böl mənfi 24 üstəgəl pi böl, daha doğrusu pi k böl mənfi 4. İndi bir məsələ var. Şagirdlər bəzən deyir ki, burada niyə görə mənfi olmur? Axı, mənfi 4-ə bölürəm. Onun heç bir fərqi yoxdur uşaqlar. Çünki bu pi k həmişə plus minus kimi nəzərdə tutun siz onu. Çünki saat əqrəbinin öz istiqamətinə də gedə bilər, əksinə də gedə bilər. Onda heç bir onun fərqi olmayacaq. Yəni, dövrü çıxa da bilər, toplaya da bilər. Ona görə həmişə pi k-lardır, 2 pi k-lardır. Bu hissələrdə heç vaxt siz narahat olmayın, toplama və ya çıxma olsun. İkisi də ola bilər. Adətən həmişə toplama verirlər. Deməli, bu oldu. Bizim cavabımız mənfi 24-dür. Qabaqda mənfini yazmağı unutmayaq. Mənfi 24 olan cavab hansı variantda? C variantı. Diqqətli olun, B variantında pi k böl 2-dir. Çalışmaq lazım deyil. Çox rahat. Keçək ikinci suala baxaq. Düzbucaqlı üçbucaq deyir ki, ABC üçbucağında bucaq C 90 dərəcə olarsa sin alfa vur kos alfa hasini tapın. Çox rahat sualdır. Biz bilməliyik ki, düzbucaqlı üçbucaqda trigonometrik nisbətlər var idi. Hansı ki, sin alfa bərabər idi. Qarşı katet bölünsün hipotenus. Qısa yazıram. Kosinus alfa isə bərabər idi. Bitişik katet bölünsün hipotenus. İndi baxaq. Bizdən bunların hasilini istəyir. Gəlin onları ayrı-ayrı tapıb sonda bir-birinə vuraq. Qeyd edeyim ki, burada C-ni 90 dərəcə verməsəydi, bu düzbucaq, üçbucaq olmayacaqdı. Ona görə biz bu nisbətləri tətbiq edə bilməzdik. Aha, baxıram, məndən sin alfa ilə kos alfanın hasilini istəyir. Alfa buradadır. Mən əgər sin alfanı tapmaq istəyirəmsə, alfanın qarşısında duran kateti hipotenuza bölməliyəm. Yəni, A-nı bölməliyəm C-yə. Eyni məntiqlə kosinusu tapmaq istəyəndə isə ona bitişik olan kateti, yəni B-ni bölməliyəm hipotenuza, yəni C-yə. Bitdi uşaqlar. İndi bizdən istəyirdi sin alfa vur kos alfa hasilini bərabər A böl C vur B böl C yazaram. Bu da bizə AB böl C kvadratı verər. Yəni cavab olar Y variantı. Baxaq üçüncü suala. Üçüncü sualda tərs trigonometrik funksiyaların qaydalarını bilmək lazımdır. Arc tangens kökdə 3. Yəni, tangens hansı dərəcədə kökdə 3 alır? Bilirəm ki, pi böl 3-də. Daha sonra üstəgəl arc kosinus mənfi 2-də 1. Aha, uşaqlar, nəyi bilmək lazımdır? Arc sinus və arc tangens onlar tək funksiyalar olduqları üçün onların içində mənfi olanda, arqumentlərində, x-in yerində, yəni mənfi bir şey olanda, onda mənfi qarşıya çıxırdı. Məsəl üçün, deyək ki, arc sinus mənfi 2-də 1 görsəm, buradakı 2-də 1-in mənfisini qarşıya atıb, buradakını silə bilərəm. Yəni, arc sinus 2-də 1 yaza bilərəm. Eyni şey arc tangens üçün də keçərlidir. Amma arc kosinus, arc kotangens, yəni qoşac hərfləri olanlarda, hansı ki, burada da qoşacağını görürük, o zaman nələr olur? Buradakı mənfinin mənfisi qabağa keçə bilmir uşaqlar. Bəs bu mənfidən necə qurtuluruq? Pi-dən çıxmaqla. Yəni, mən həmin ifadənin yerinə, baxın, bunun yerinə yazıram ki, pi çıxılsın, arc kosinus müsbət 2-də 1. Təbii ki, o da olacaq pi çıxılsın. Arc kosinus 2-də 1 nədir? Kosinus nə zaman 2-də 1 alır? Əlbəttə ki,
60 dərəcədə, yəni pi bölü 3-də. Ona görə də onun yerinə pi çıx, pi bölü 3 yazıram. Daha sonra davam eləyək. Sonra var mənfi arcsinus kökdə 3 bölü 2. Uşaqlar, arcsinus kökdə 3 bölü 2, yəni sinus nə zaman kökdə 3 bölü 2 alır? Bilirəm ki, 60 dərəcə, yəni pi bölü 3-də. Ona görə çıx, pi bölü 3 yazıram. Baxaq görək burada nələr baş verir. Pi bölü 3-lərin biri islah getdi. Son olaraq qalır pi çıx, pi bölü 3. Yəni, bilirsiniz ki, bu əslində 3-də 3 pi deməkdir. Ona görə 2 pi bölü 3 olur cavabımız, yəni B variantı. Baxırıq 4-cü suala. İfadəni sadələşdirmək tələb olunur. 1 bölü kosinus x-i bölməliyik tangensə. Tangens bilirik ki, sin x bölü cos x deməkdir, düzdürmü? Və bölmə zamanı birinci kəsir olduğu kimi qalmalıdır. İkinci kəsir isə tərsinə çevrilib vurulmalı. Yəni kosinus x ilə sinus x yer dəyişdirir. Burada kosinus x-dən ixtisar gedər, qalar 1 bölü sinus x. Bu da bizdə B variantı olur. Daha sonra 5-ci suala baxırıq. Fiqurların sayəsine aid sualdır. Rombun sayəsini soruşur. Uşaqlar, romb necə fiqur idi ümumiyyətcə? Romb dörd bir tərəfi də eyni olan bir dördbucaqlı növü idi. Və sahəsi S bərabər A kvadrat vur sin alfa düsturu ilə hesablanırdı. Bu düsturun hardan gəldiyini bilirikmi? Bilirik. S bərabərdir A vur B vur sinus alfa düsturundan gəlir. Biz dedik ki, bu paralelogramın sahə düsturuydu. Rombda isə B-nin yerinə də A qoyduğumuz üçün A-nı A-ya vurub A kvadratı yaradırıq. Əlavə olaraq onu deyim ki, üçbucağın sahəsi üçün isə iki tərəf və iki tərəf arasında qalan bucağın hasilini aralarında qalan bucağa vururduq. Bu şəkildə hesablaya bilərik. Hətta düzbucağın üçbucağın sahə düsturu var. S bərabərdir 2-də 1 AB. O da zaten buradan çıxıb. Siz bilirsiniz ki, əgər üçbucaq düzbucaq olsa, alfa olacaq 90 dərəcə. Sin 90-da da zaten 1 verdiyi üçün düstur bu formaya düşmüş olacaq. Sahə düsturları əzbər istəmir uşaqlar. Nəysə, indi gəlin yerinə qoyaq. Tərəfi 6-dır, yəni 6-nın kvadratı və iti bucağı da 60-dır, yəni sinus 60 dərəcə. Hesablayaq, 36 vurulsun, sinus 60 dərəcənin qiyməti kökdə 3 bölü 2-dir. İxtisarlardan sonra cavabı 18 kökdə 3 olaraq, yəni A variantı. Baxaq 6-cı suala. Aşağıdakılardan bir hansının bucaq əmsalı mənfi 3-də 2-dir. Aha. Ümumiyyətcə bu deməli düz xəttin tənlikləri də hamısı. Siz funksiya bölməsindən bildiklərinizlə də yaza bilirsiniz. Məsələn, mən bilirəm ki, xəttdə funksiyada y bərabər kx üstə gəl B. Burada bucaq əmsalı k idi, düzdürmü? İndi bu bucaq əmsalını uşaqlar necə tapmaq olar? Bəzən düz xəttin tənliyi kimi verirlər. Məsələn, AX üstə gəl BY üstə gəl C bərabər 0 şəklində. Buradan sən Y-i tapa bilərsən də. BY bərabər olur. Mənfi AX çıx C-yə. Y-i tapmaq istəsəm, hər tərəfi B-yə bölərəm. Mənfi A böl BX çıxılsın C böl B. Yəni, burada hansı ki K mənfi A böl B olur. İndi bilirsiniz nəyə başlamaq istəyirəm? X-in qarşısında duran əmsalı bölürsən Y-in qarşısında duran əmsala və onu əksinə yazırsan təbii ki. Deməli, mənfi A böl B-dir çünki. İndi bizdə də elə bir variant seçməliyik ki, X-in qarşısında duran əmsalın əksini Y-in əmsalına böləndə mənfi 3-də 2-ni verməlidir bizə. Bu da D variantına oxşur. Baxın, X-in qarşısında duran 4-dür. Bunun əksini götürürəm. Mənfi 4-ü götürürəm. Bölürəm Y-in qarşısındakini, yəni 6-ya 2 ixtisar getsə, həqiqətən də mənfi 3-də 2 olar. Gəlin başqa bir yolla da sizə necə başa salın bu sualı. Oradan biz bilirik ki, 6y saxlasaq solda mənfi 4x plus 7 alarıq. Hər tərəf 6-ya böləsi olsam, mənfi 4 böl 6x üstə gəl 7 böl 6. Təbii ki, ixtisarlardan sonra da K-nın nəyə bərabər olduğu rahat şəkildə görünür. Baxaraq 7-ci suala tənliyi həll etməyə tələb olunur. Deməli, burada x olmayan yerə baxıram, görürəm ki, burada x yoxdur. X yoxdursa mən sinus 3 alfanın, daha doğrusu sinus 3 pi-ni hesablayıb yerinə qoymalıyam. Baxın, sinus 3 pi kifayət qədər böyük bir ədəddir. Bilirəm ki, pi 180, 3-ü də 180 var da sinus 540 dərəcədən söhbət gedir. Və biz bunu necə hesablaya bilərik? Mən bilirəm ki, 2 pi çıx pi kimi, daha doğrusu üstə gəl pi kimi yaza bilərəm. 360 üstə gəl 180 kimi. Sən bilməlisən ki, 2 pi onun dövrüdür. 2 pi tamamilə atıla bilər. Həmişə yadda saxlayın. 2 pi, 4 pi, 6 pi, cüt sayda pilərin heç bir rolu yoxdur. Yəni, bu əslində atılıb elə sinus pi yazıla bilər. Yəni, sinus 3 pi demək elə sinus pi deməkdir.
Sinus pi-də, yəni sinus 180-də yadda saxlaya bilməsəz, bilirsiniz ki, 180 buradadır. Sinus oxuysa budur. Sinus oxu üstündə deyil, axı ona görə əlbəttə 0-dır. Ona görə də bunun qiyməti 0 olur. Onda tənliyi də yerinə qoyası olsaq, 2 kosinus x üstə gəl kökdə 3 bərabər 0 tənliyini alarıq. Burada kökdə 3-ü sağa atsam, mənfi kökdə 3. Onda kosinus x bərabər alaram. Mənfi kök altında 3 böl 2. Daha sonra da eləmək lazım. Buradan x-i tapıram. X bərabərdir. Mən nəyə bilməliyəm? Kosinus tənliklər necə həll olunurdu? Plus minus arc kosinus mənfi kökdə 3 böl 2. Daha sonra üstə gəl 2 pi k. Yadınıza gəlsə videonun əvvəlində dedim ki, kosinuslarda 2 pi k olurdu. İndi x bərabərdir plus minus arc kosinus kökdə 3 böl 2, amma mənfi kökdə 3 böl 2. Biz nə dedik? Bax, qoşacı olanlarda arcları hesablamaq üçün pi-dən bunun müsbət versiyasını çıxmalıyam. Yəni ki, pi çıxılsın, nə gözəl pi yazdım. Aha, pi çıxılsın, demək, arc kosinus kökdə 3 böl 2. Üstə gəl 2 pi k. Biraz daha sadələşdirməyə çalışaq. Bu olacaq nə uşaqlar? Demək, pi-dən çıxıram, arc kosinus kökdə 3 böl 2. Kosinus nə zaman kökdə 3 böl 2-ni alır? 30 dərəcədə alır, yəni pi böl 6-da. Onda x bərabər olacaq plus minus. Bilirik ki, bu 6-da 6 pi deməkdir. 6-da 6 pi-dən 6-da 1 pi çıxanda qalır 6-da 5 pi. Üstə gəl 2 pi k. Bu qədər uşaqlar. Görürsünüz ki, çətin heç bir şey yox idi. C variantına oxşurda cavab düzdürmü? Cavab oldu C. 8-ci sual şifahi sualdır. Siz bu 8-ci sual üçün nəyi bilməlisiniz? Sinus x funksiyası və kosinus x funksiyası həmişə mənfi 1 və 1 aralığında dəyişir. Hər ikisi belədir. Yox, əgər modulda olarlarsa, məsələn, modulda sinus x və modulda kosinus x, o zaman da bir ifadənin bilirik ki, modulda olan bir ifadə ən kiçik qiyməti 0-dır. Ona görə də 0 ilə 1 aralığında qiymət alır. Və ya eyni şey cüt dərəcə üçün də keçərlidir. Məsələn, sinus kvadrat x, kosinus kvadrat x. Bunların da ən böyük qiyməti 1 olsa da, ən kiçik qiymətləri 0 olur. Tək kvadratlarda yox, 4 ola bilər, 6, 8, istənilən cüt qüvvətlərdə. Və bu da sadəcə 1 üçün deyil, həm də tək qüvvətlərə aiddir. Məsələn, burada 5 də ola bilər, 3 də ola bilər, hamısına aiddir. İndi baxaq, deyir, hansı doğru deyil? Aha. Sinus x 0.7-yə bərabər ola bilər, bəli, çünki mənfi 1-lə 1 aralığında yerləşir. İkinciyə baxıram, kökdə 3 böl 2, mən bilirəm ki, kökdə 3 böl 2-nin 1-dən kiçik olduğunu bilirəm də. Kökdə 3 böl kökdə 4 deməkdir. Bilirəm ki, bu kəsir 1-dən kiçik bir kəsirdir. Ona görə də doğrudur. Üçüncüdə isə mən bilməliyəm ki, kökdə 6-nı kökdə 4-ə böləndə artıq bu 1 tam neçə edilir? 1-i keçir. 1 keçdiyi üçün mən bunu götürə bilmərəm. Bu yanlışdır. Daha sonra 4-cüyə baxıram. Eyni məntiqlə baxın. Kökdə 10 böl kökdə 4 deməkdir. Yəni 1 yenə də burada hətta 2 tamı da keçir. Kök altında 2 tam neçə olur da. Yəni əsas odur ki, 1-dən böyükdür. Ona görə bunu götürə bilmirəm. 4-ü də atıram. 5-cidə isə 3-də 2 təbii ki də mənfi 1 aralığına düşür deyə doğru olur. Bizdən doğru olmayanlar istəyirlər. Ona görə 3-4 olur. Cavab olur D variantı. Baxaq 9-cu suala. Bu da obrazlı bir sualdır. Sizin çaşmanıza səbəb olan suallardan da, amma əslində rahatdır. Baxın, kosinus 720. Bu 720 nə olan şeydir? Sən bilirsən ki, 720 360-ın 2 mislidir. Yəni ki, 4 pi deməkdir. Mən bayaq dedim ki, 2 pi, 4 pi, 6 pi, cüt sayda pilərin əslində heç bir rolu yoxdur. Yəni 360 və onun misillərinin heç bir burada təsir olmur. Biz onu atıb elə kosinus 2x-dən işləyə bilərik. Olacaq kosinus 2x, cüt funksiya deyə birbaşa 2x yaza bilirəm də, çünki mənfi nudur axı. Bərabər 0.5, yəni 2-də 1. Gəlin tənliyi həll eləyək. 2x bərabər. Mən bilirdim ki, kosinus tənlikləri plus minusla həll olunur. Yəni plus minus arc kosinus 2-də 1. Üstə gəl 2 pi k. Olacaq x bərabərdir plus minus. Ya da hələ 2x yazaq. Arc kosinus 2-də 1-in qiyməti nədir? Yəni, kosinus nə zaman 2-də 1 alır? Bilirəm ki, 60 dərəcədə, yəni pi böl 3-də.
İndi isə mənə 2x deyil, x lazımdır deyə hər tərəfi bölərəm 2-yə. Onda olacaq pi bölü 6 üstə gəl pi k. 2 pi k-nı da 2-yə böldüm də. Belə bir cavab olmalıdır. Baxaq görək. Deyəsən B variantı olur. Baxırıq 10-cu suala. Çox maraqlı bir sualdır. Bizdən soruşur tangens alfa plus betanı. Tangens alfa plus betanın biz açılış düsturunu bilməliyik. Necə düsturuydu? Bir kəsirli düsturuydu. Sürətdə tangens alfa ilə tangens betanı toplayırdı. Məxrəcdə isə birdən onların hasillərini çıxırdı. İndi baxaq. Mənə bir kvadratik tənlik verir. Bu kvadratik tənliyə görə mən bilməliyəm ki, əgər köklər tangens alfa ilə tangens betadırsa, bilməliyəm ki, köklərimin cəmi, buradan yazıram elə, köklərimin cəmi 6-dır, köklərimin hasili isə 4-dür. Cəm burada gördüyümüzün əksi olur, hasil isə burada gördüyümüzün özü. Təbii ki, kvadrat qabağında A misal 1 olanda. İndi yerinə qoyaq, baxın, cəmin yerinə qoyuram 6, hasilin yerinə də qoyuram 4. 1 çıxılsın unutmayaq ha. O da olacaq 6 bölünsün -3, yəni cavab olacaq -2 C variantı. Baxırıq 11-ci suala. Bizə bir ifadə verib tangens x ilə kotangens x-in cəmini və digər ifadəni soruşur. Baxaq. Mən verilən ifadədə tangensi sin böl kos kimi yazsam, kotangensi isə kos böl sin kimi yazsam, bərabər 6. Burada onları ortaq məxrəcə gətirsəm, məxrəc onların hasilləri olacaq. Sürətdə isə çarpaz vurulur da, bilirik ki, sinus kvadrat x və üstəgəl kosinus kvadrat x bərabər 6. Burada nə alındı? Sürət bilirəm ki, mənə eynilik düsturlarına görə 1-i verir. Məxrəcdə isə sin x vur cos x hasili alındı. Hansı ki, bu oldu. Bu kəsirin qiyməti 6. Bu kəsir, fikir versəz, məndə burada ortada duran kəsiri verir. Gözəl. Bu qalsın yaddaşımda. Daha sonra nə edirəm? Görürəm ki, məndə tangens kvadrat, kotangens kvadratı var. Ona görə də istəyirəm ki, mənə ən başda verilmiş olan tangens kvadrat üstəgəl kotangens x. Bax, bu ifadə ki var idi. Bunu istəyirəm kvadrat yüksəldi hər tərəfini. Olacaq tangens kvadrat x üstəgəl 2 vur tangens x vur kotangens x və üstəgəl kotangens x-in kvadrat. Bərabər, deməli, 36. İndi baxaq. Baxaq, deməli, burada bilirəm ki, tangens hasili ilə kotangens hasili bizə 1 verəcək. Olacaq, tangens kvadrat x üstəgəl 2 üstəgəl kotangens kvadrat x bərabərdir 36. Bunların cəmi onda nəyə bərabər olar? Kvadratlar cəmi. Deməli, 34-ə. 36-nı 2 çıxıram, 34. Deməli, digər tərəfdən də nəyə anlamış olduq? Bu və bu toplananların cəminə nə yaza bilərəm? 34 yaza bilərəm. Baxın, bu ikisini yerinə qoyuruq, son olaraq bitdi. Yəni, yekun olaraq mən yazacağım ki, 34 çıxılsın 6. O da nə eləyəcək? Olacaq cavab 28, yəni C variantı. Burada çıxma işarəsi idi, ona görə çıxdıq. Gəlin, baxaq 12-ci suala. Bu, nisbətən sizi çaşdıra bilər. Ona görə maksimum diqqətlə sualı izləyin. Əvvəlcə verilən birinci kəsirə baxıram. Mən o kəsirdə görürəm ki, aşağıdakı 5-dir, yuxarıdakı 10-dur. Yəni, biri o birini kimi istəyir. Yuxarıdakını sinus 2 alfa düsturuna görə açmaq istəyirəm. Bizdə sinus 2 alfanın belə bir düsturu var. 2 qat arqument düsturu deyirlər bunlara. 2 vurulsun sin alfa vur kos alfa. İndi bu düsturdan istifadə edirəm. Yəni, sürəti belə açıram. 2 vur sin 5 dərəcə vurulsun kos 5 dərəcə. Bu sinus 10-un açılışıdır. Üstündə də kvadrat var uşaqlar. Bax, bu kvadratı nəzərə almalıyam. Bölünsün. Aşağıda da var 2 sin kvadratı 5 dərəcənin kvadratı. Çıxılsın kosinus 10 dərəcə. Kosinus 10 dərəcə ən axırda bizə lazım olacaq. Hələ ki gözləyək. İndi mən bilməliyəm ki, bu 3 dənə vuruğun hasilidir. Üstündəki kvadrat bunların hamısına təsir. 2-nin kvadratı olacaq 4. Sin 5 dərəcənin kvadratı vur kos 5 dərəcənin kvadratı bölünsün 2 sin 5 dərəcənin kvadratı. Burada 2 ilə 4 ixtisar gedər, qalar 2. Sin 5-lər də kvadratlarda gedər.
Çıx kosinus 10 dərəcə. Nələr qalar? Bəs qalar 2 kosinus kvadratı 5 dərəcə. Çıxılsın kosinusun. Kosinus onu bəs necə açacaq son olaraq? Əlbəttə ki, kosinus 2 alfanın düsturuna görə, onu da qoyun elə yuxarıdan yazım. Sinus birinci yazaq, bu qalsın biraz yuxarıda. Kosinus 2 alfanın düsturu da belə idi. Kosinus kvadrat demək alfa çıx sinus kvadrat alfa. İndi bu məntiqlə açıram. Elə bil burada 2 alfamız bizim əgər 10-dursa, bunun yarısı ilə işləyəcəm. Yəni mən kosinus onun yerinə nə yaza bilərəm? Yaza bilərəm ki, kosinus kvadratı 5 dərəcə çıxılsın sinus kvadrat 5 dərəcə. Və onu da deyim ki, uşaqlar, burada nə baş verir? Diqqətlə baxın. Bunları çıxası olsam, baxın bir də. Mötərizənin açası olsam, çıxası olsam, alınacaq 2 cos kvadrat 5 dərəcə çıxılsın kosinus kvadrat 5 dərəcə və üstə gəl sinus kvadrat 5 dərəcə. Çünki 2 mənfi burada bir-birinə dəyir. İndi bunlardan ikisindən əgər birini çıxsam, qalacaq bir dənə cos kvadrat 5 dərəcə və üstünə də əgər sinus kvadrat 5 dərəcəni gəlsəm, bu da bizə nəyi verir? Kvadratlar cəmi həmişə sinusla kosinusun kvadratlar cəmi bizə 1-i verirdi. Cavab oldu E variantı. Gəlin baxaq 13-cü suala. 13-cü sualda müxtəlif həll üsulları işlətmək olar əslində. Yuxarını kublar fərqinə görə açıb, aşağıda sin kvadrat alfanı çıxara bilərsiniz. Şöyle bəlkə onunla da alınır, bəlkə. Amma mənim alma bilirsiniz nə gəlir? Bu ümumiyyətlə toplu tiplində sualdır. Topluda bu tiplərdən çox var. İstəyirəm nə etmək? Hər tərəfi bölək, nəyə bölək? Sinus kubu alfaya bölək. Bölək görək başımıza nə gəlir. Onda yazacağım ki, uşaqlar, diqqətlə baxın. Kosinus kubu alfanı böləcəm sinus kubu alfaya. Çıx. Sinus kubu alfanı da böləcəm sinus kubu alfaya. Bölünsün. Sonra sinus kubu alfanı böləcəm sinus kubu alfaya. Çıx. 2 sin kvadrat alfa vur kos alfanı da böləcəm sinus kubu alfaya. Baxaq. Deməli, kos kubu ilə sin kubunu bir-birinə böləndə mənə verəcək kotangens kubu alfa. Bunlar zaten çıx 1. O 1 gedir. Bunlar da eyni şəkildə 1 verir. Burada baxıram. Bax, kvadratla bunun ikisi gedir, amma biri qalır. Olacaq çıxılsın 2. Kos böl sin. Kos böl sin nədir? Kotangens. Kotangensi də uşaqlar belə də yazırlar. Kot alfa. Və yaxud da belə də yazırlar. Yəni, ikisi də doğrudur. İndi kotangens alfanı bizə mənfi 1 vermişdir. Gəlin burada yerinə mənfi 1 yazaq. Mənfi 1-in kubu çıxılsın 1. Bölünsün. 1 çıx, 2 vur, mənfi 1. Hesablayaq. Olacaq mənfi 1 çıx 1 bölünsün. 1 çıx, 2-ni mənfi 1-ə vuranda mənfi 2 eləyəcək. Olacaq mənfi 2 bölünsün. Bilirik ki, bunlar toplanılır. Toplanılır, verir bizə 3-ü. Olacaq mənfi 3-dəki, yəni D variantı. Baxın əziz şagirdlər, 14-cü suala. Sahələri 36 pi kvadrat santimetr və 25 pi kvadrat santimetr olan iki dairə xaricdən toxunurlar. Yəni, belə bir şəkil çəkməyimizi istəyir. Deyək, dairələrin mərkəzləri, yəni biri olsun O1, biri olsun O2, mərkəzləri arasındakı məsafə neçə santimetr olar deyə soruşur. Uşaqlar, bu məsafə təbii ki, onların radiuslarının cəmini verir. Deyək ki, bunun radiusu böyük olan çevrən radiusu böyük yer, balacanınki balaca yer olsun. Biz nəyi bilməliyik burada? Bilməliyik ki, əgər böyüyün sahəsi S1 bərabərdir. Bilirik ki, ümumiyyətlə dairənin sahəsi. Gəlin belə edək. Dairənin sahəsi bilirsiniz ki, pi kvadrat düsturu ilə tapılır. Onda belə çıxır ki, böyüyün radiusu 6 imiş, balacanın radiusu da 5 imiş. Yəni, çox şifahi sual, rahat sual. Sizdən də dairənin mərkəzi arasındakı məsafə istəyirdi deyə, yəni həmin radiusdan cəmi istənilir. 6 ilə 5-in cəmi bitdi. Cavab olur 11. Rahat sual idi. Baxaq növbəti suala. 15-ci sual. Deməli nədir? Funksiyanın qrafikinin şəkildəki kimi olması üçün K-nın ala biləcəyi natural qiymətlərin cəmini soruşur. Bilməliyik ki, bu tərs mütənansib funksiyanın qrafikidir. Y bərabər K böl X şəklində olan funksiyanın qrafikidir. Və bu qrafikdə əgər K müsbət olsa, K mənfi olsa necə olmalıdır?
K müsbət olsa, məntiqlə düşünün də uşaqlar. K nəyə bərabərdir? X-dən Y-in hasili. K-nın müsbət olması X, Y-in eyni işarəli olmağı deməkdir. Ya hər ikisi müsbət olur, ya da hər ikisi mənfi olur. Yox, əgər K mənfidirsə, X, Y hasili mənfidir deməkdir. Yəni, onlar əks işarəlidir. Ya, deməli, X mənfi, Y müsbətdir, ya da ki, tərsinə. X müsbətdir, Y mənfi. İndi uşaqlar, əgər bizdə şəkildəki kimi deyirsə, fikir versə görərik ki, ikinci və dördüncü rüblərdən keçib. Yəni ki, bunun K-sı mənfidir. Ümumiyyətcə 1 və 3-cü rüblərdən keçəndə K müsbət olurdu. 2 və 4-cü rüblərdən keçəndə K mənfi olurdu. Yəni, qayda öyrənməyi sevənlər, qayda ilə, əzbərlə gedənlər belə də yanaşa bilərlər. Məndə hal-hazırda K-nın yerinə nə durub? K kvadrat çıx 81. Demək, nə etməliyəm? K kvadrat çıx 81-i götürüb mənfi eləməliyəm. Yəni, sıfırdan kiçik eləməliyəm. Olacaq, köklər nədir? 9-la mənfi 9. Çünki bilirəm ki, bir dəfə K plus 9 olur, bir dəfə isə K minus 9 olur. Mənfi 9-dan müsbət 9-un kiçikdir işarəsi olduğuna görə onların arası. Mənfi 9, 9. Bu şəkildə olur cavabımız. Deyir, K-nın ala biləcəyi natural qiymətdən cəmini tapın. Bu aralığa düşən natural ədədlər zaten bilirik ki, hansılardır? Mənfi 8, mənfi 7, mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0. 0 natural deyil, yazmıram. Üzr istəmiş olan natural deyil, üzr istəmiş olan tam oxudum, fikrim yayında. Aha, natural deyirsə 1, 2, 3, 4, 5, 6, 7, 8 bunlar. Bunları toplamaq lazımdır. Deməli, 1 ilə 8-in cəmi 9, 2 ilə 7-in cəmi 9, 3 ilə 6-ın 9, 4 ilə 5-in 9, 1, 2, 3, 4, 4 dənə 9. Yəni, cavab olur 36 uşaqlar. Baxaq uşaqlar 16-cı suala. Bu sualda sizin üçün rahat belə həll eləyə bilərəm. Burada deməli bizim paralelogramımızın AD tərəfinin orta nöqtəsi qeyd olunub. Yəni M nöqtəsi orta nöqtədir. Mən də ona görə deyirəm ki, bura B desəm, burada B olsun. Bu bir tərəfdə A olsun. Gəlin bu iştiqlənmiş üçbucağın sahəsinə baxaq. Yazıram S, A, B, M. Hansı ki 6-ya bərabərdir. Mən onun sahəsini tapası olsam nə edəcəm? 2-də 1 A vur, B vur, aralarında qalan bucağın sinus. Bərabər 6. Onda alaram ki, AB sinus alfa nəyə bərabərdir? 12-yə bərabərdir. Bu qalsın yaddaşımızda. Keçirəm məndən soruşacağı ABCD-yə. ABCD də bilirəm ki, bütöv paralelogramdır və paralelogramın sahəsini tapanda da 2-də 1 yazmırdıq. Sadəcə olurdu AB sinus alfa. İndi bir məsələ var. Bunun eni A-da, uzunluğu B deyil, 2B-dir. Bunların cəmi 2B eləyir. Vurulsun, aralarında qalan bucağın sinus. Tərəflərin arasında qalan iki bucaqdan söhbət gedir. Yəni 2 AB sinus alfa. Əgər AB sinus alfa 12-dirsə, bu da onun 2 mislidir. Ona görə cavab olur 24 uşaqlar. Bunun başqa yolla müxtəlif əzbərçiliklə öyrədənlər var. Ay nə bilim 4-də 1 hissəsi olur falan deyə. Mən istəyirəm ki, əslində sizə elə yox, elə bu cür izah verim. Baxaq 17-ci sualı. İfadəni sadələşdirməyə tələb olunur. Burada uşaqlar tangens x-dən işimiz yoxdur. Əsas işimiz o 810 olandadır. Demək, 810 nədir? Əslində bunu 720/90 kimi parçalayıb, 720-ni atıb 90 çıx x kimi də yanaşmaq olar. Bildiniz də nə elədim? 720/90 kimi düşünürsünüz. Və biz demişdik axı 360-ın misillərinin heç bir rolu yoxdur orada. Ona görə 720-ni ata bilərəm. Belə yazmaq olar əslində. Şifahi demək yerinə bunu seçdim. Bu əslində daha detallı hissəsidir. Və baxıram ki, biz nəyə bilirdik? 90-da adı dəyişirdi. 90'da adı dəyişir, tangens keçəcək olacaq kotangens x. Və işarəyə gələndə də uşaqlar, diqqətlə baxın. Deməli, 90 dərəcə buradadır. Mən 90-dan x çıxıramsa, kiçildirəm də, azaldıram. Deyək ki, məsələn, 80-nəsə, 70-nəsə və s. daha aşağı düşürüm, düzdürmü? Onda mən birinci rübə gəlib çıxmışam. Birinci rübdə də zaten tangens müsbətdir deyə, daha əlavə olaraq qarşısına nəsə mənfi falan atmaq ehtiyac yoxdur. Ona görə də cavab bu şəkildə olur. Bilirəm ki, tangensindən kotangensin hasili də bizə 1-i verirdi həmişə. Bu qədər asan. Baxaq 18-ci suala. Rənglənmiş hissənin sahəsini tapmaq tələb olunur. Rənglənmiş hissə bilirik ki, bir dairədir. Dairənin sahəsini S bərabər pi kvadratı ilə tapırlar. Amma biz hələ pini 3 verib, amma radiusu hələ bilmirik. Baxaq, demək, radius necə tapıla bilər burada? Görürsünüz ki, həmin dairə düzbucaqlı üçbucağın daxilinə çəkilir. Biz nə keçmişdik? Düzbucaqlı üçbucağın daxilinə çəkilən çevrənin radiusu necə tapılırdı? Yəni balaca yer.
Hansı ki burada baxmayaraq ki dairədir, amma radius eyni şeydir, dairədə çevrədə radius eyni. A plus B çıxsa bölü 2 ilə tapılırdı. Katetləri toplayıb hipotenuzdan çıxıb 2-yə bölürük. Yəni 6 üstə gəl 8 çıx 10. Onu hardan tapdım? Pifagora görə bura 10 eləyir. Bölünsün 2. 14-dən 10 çıxıram 4. 2-yə də bölsəm 2. Radius 2-dirsə 3 vur. Radiusun kvadratı, yəni 2-nin kvadratı. 3-ü də 4-ə vursam cavab olar 12. Bu qədər asan. Qeyd edelim ki, Pifagor dediyim nə idi? Pifagor teoremini hər halda bilirik. S kvadrat bərabər A kvadrat üstə gəl B kvadrat. Yəni 6-nın kvadratı üstə gəl 8-in kvadratı bizə onun kvadratını verir. Baxaq 19-cu suala. İfadənin qiymətini tapmaq tələb olunur. Aha, əziz şagirdlər, burada nəyi bilməlisiniz? Bilməlisiniz ki, əgər sin alfa cos betaya bərabər olurdusa, burada alfa və betanın cəmi 90 dərəcə olmalı idi. Digər tərəfdən, məsələn, mən kosinus 83 dərəcənin yerinə sinus neçə qoya bilərəm? Əlbəttə ki, sinus 7 qoya bilərəm. Çünki 83-ün 7-nin cəmi 90 eləyir. Onda gəlin bu dediyimi tətbiq eləyək. Kosinus 83-ün yerinə sinus 7 qoyaq. Olacaq sinus 7 dərəcə vurulsun. Kosinus 7 dərəcə çıxılsın 0,5 vur. Sinus 14 dərəcə. Onda belə bir şey alınır uşaqlar. Sinus 7 dərəcə vurulsun kosinus 7 dərəcəni hələ ki saxlayaq. 0,5-i də 0,5 qalsın da sinus 14-ü sinus 2 alfa düsturuna görə açaq. Videonun əvvəlində bundan öncəki testlərdə danışmışdım sinus 2 alfa düsturunu. 2-ni vururduq sinus 7 dərəcəyə, vururduq kosinus 7 dərəcəyə. Burada sən bilirsən ki, zaten 0,5 2-yə vuranda 1 eləyir. Ona görə də eyni şeylər bir-birindən çıxmış olur. Və ona görə də cavab olacaq 0. Baxırıq 20-ci suala. Apsis oxunun müsbət istiqaməti ilə 135 dərəcəlik bucaq əmələ gətirən y bərabərdir kx plus b funksiyasının qrafiki 3-5 nöqtəsindən keçirmiş. Deyir ki, BK fərqini tapın. Tamam. Uşaqlar, biz bilməliydik ki, K burada bucaq əmsalıdır və K-nı tangens alfa düsturu ilə hesablayırdıq. Alfa dediyim burada x oxunun, yəni apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağa deyilirdi. Onda tangens alfanın, yəni alfamızda 135 olduğuna görə tangens 135-i hesablamaq lazımdır. Bunu da necə hesablayırıq? Deməli, 135 mən bilirəm ki, istəsəm 90 üstə gəl 45 yazaram, istəsəm 180 45 yazaram. İkisi ilə də hesablamaq olar. Bilirəm ki, 90-da adı dəyişir, tangens kesir olur, kotangens 45. 135 əziz şagirdlər, təbii ki, ikinci rübə düşür. 90 ilə 180 arasına düşür. İkinci rübdə tangens mənfi olduğu üçün bunun qarşısına mənfi atarım. Tangens 45 normalda 1'dir. Qarşısında da mənfi vardı. Olacaq mənfi 1. Demək K mənfi 1'miş. O zaman funksiyamızı y bərabər mənfi x üstə gəl 5 şəklində yaza bilərəm. Düzdürmü? Əgər A bərabər 3-5 nöqtəsindən keçirdi deyirsə, y-in yerinə 5, x-in yerinə isə 3 qoya bilərəm. Buradan B-ni tapacaq 8, düzdürmü? Demək, K-nı mənfi 1 tapmışdıq. B-də 8 oldu. B çıx K-nı istəyir bizdən. 8 çıx mənfi 1 hesablanmalıdır. Yəni, cavab olmalıdır 9. Diqqətli olun, cavab 7 deyil. Cavab olur 9. Baxaq 21-ci sualı. 21-ci sualı iki cür həll etmək olar uşaqlar. Birbaşa rənglənmiş hissənin sahəsində tapa bilərsiniz. Və yaxud da ağların sahəsini tapıb ümumidən çıxaraq da eləyə bilərsiniz. Mən birbaşa qara ilə göstərəcəm əvvəlcə. Baxın, burada deməli nə görürsünüz? Qara üçbucaq görürsünüz. Bu üçbucağı hündürlüyə endirsəm, mən bilirəm ki, endirdiyim hündürlüyü zaten burayla eynidir. Ona görə hündürlüyü bunun 6 olur. Əgər uzunluğu 8 ilə 8-in cəmidirsə, yəni uzunluğu bütöv olur 16 olmuş olur. 16-nı elə yazdım ki, görünmür. Aha. Onda qara üçbucağın sahəsi bərabərdir. 2-də 1 AH düsturuna görə 2-də 1 vur tərəf, vur hündürlük. Hesablasaq 16-nı 3-ə vuranda cavab olacaq 48. Bu birinci üsuludur. İkinci üsul olaraq nə edə bilərik? Deməli, ağların sahələrinə baxaram. Görürəm ki, ağlar zaten eyni üçbucaqlardır. Çünki ikisində də 8 və 6-dır. Onda nə edərəm? S ağ üçbucaq bərabərdir. Bilirəm ki, 6-nı 8-ə vurub 2-yə bölürdük də. Eləyəcək 24, düzdürmü?
Eyni zamanda bu ağ üçbucaqdan 2 dənədir. Əgər biri 24-dürsə, bax bu 24-dürsə, bu da 24-dür. Düzdürmü? Cəmi eləyir 48. Ümumi, ümumi yazıram. Ümumi düzbucağın sahəsi 6-nın uzunluğuna vurmaqdır. Eni uzunluğuna vurmaq. Yəni 6 vurulsun 16. Bu da eləyəcək 96. Son olaraq 96-dan o 2 dənə ağ üçbucağın sahəsini çıxmaq lazım idi. Yəni 24 yox, 24-ün 2 misli olan 48-i çıxmaq lazım idi. Buradan da 48 ala bilərsiniz. Təbii ki, imtahanda bəzən olur ki, bu kimin sağlığına gəlməyə bilər. Ona görə bu üsulda dedim ki, mən hansı asantısı ondan yaza bilər. Baxın, 22-ci sualın da müxtəlif yolları var. Əslində düzbucaq üçbucaq verildiyi üçün mən burada həm alfa, həm beta bucaqları üçün sinusu, kosinusu tapa bilərəm ABC-li şəkildə və sadələşdirib A bölü B nisbətini alaram. Və yaxud da burada hər tərəfi nəyəsə bölməklə də, məsəl üçün deyək ki, sinə bölməklə, kosa bölməklə nəsə almaq ola bilər. Gəlin bir-bir yazaq, baxaq bir dənə. İstəyirəm birinci əvvəlcə yazım. Baxın, kosinus beta çıxılsın, sinus beta bölünsün. Kosinus alfa üstəgəl sinus alfa. Bərabər 3/1. Gəlin baxaq. Deməli, düzbucağa üçbucağa yaxınlaşdıralım. Kosinus betadan başlayaq. Kosinusu tapma qaydası nə idi? Bitişik kateti. Yəni A-nı hipotenuza bölmək, C-yə bölmək. Yazıram A böl C. Çıx. Keçdik sinus betaya. Betanın sinusunu tapanda qarşı kateti bölməliyəm hipotenuza. Yəni B-ni bölməliyəm C-yə. Növbəti kosinus alfaya baxaq. Kosinusunu tapıram deyə alfanın bitişik kateti, yəni B-ni bölürəm C-yə. Üstə gəl. Sinus alfanı tapanda isə qarşı kateti, yəni A-nı bölürəm hipotenuza. Bu qədər asan. Bərabər 3/1. İndi sadələşdirsək, sürətdə A çıx B bölünsün C. Məxrəcdə isə A üstə gəl B böl C alınır. Burada təbii ki, hər iki kəsrin məxrəci eyni olduğu üçün böləndə olar islah gedəcək. Qalacaq A çıx B böl A plus B bərabər 3/1. Bunun çarpaz vurası olsaq, 3A çıx 3B bərabər A üstə gəl B alar. İndi burada A-ları bir tərəfə, B-ləri bir tərəfə keçirsək, 3A çıx A bərabər B üstə gəl 3B. Alarıq ki, 2A bərabər 4B, A bərabərdir, demək 4B-nin yarısı, yəni 2B. Bizdən nə istəyirdi, nə soruşurdu? Deyirdi ki, A böl B nisbətini tap. Bundan sonra A böl B nisbətini istəyirsə, A-nın yerinə 2B qoysam, zaten B-lər ixtisar gedər, cavab qalar 2. Maraqlı sual. Baxaq 23-cü suala. Bu da maraqlı sualdır, çətin görünsə belə. Deməli, bizə nə verib? Sinus x bərabərdir kotangens x. Kotangens x-i mən necə yaza bilərəm? Kosinus x bölünsün sinus x şəklində. Əla, bunları çarpaz vururam. Alınır, sinus kvadrat x bərabərdir kosinus x. Gözəl. Daha sonra soruşulan ifadəyə baxsam, 4 çıx kosinus kvadrat x çıx kosinus x. Gəl belə eləyək. Kosinus x-in yerinə burada sinus kvadrat x yazaq. Burada nə baş verir? 4 çıx. Mənfi biri qarşıya çıxarsam, o zaman mötərizənin içərisində kosinus kvadrat x ilə sinus kvadrat x-in cəmi qalar. Hansı ki, bu mötərizənin içinin də qiymətinin 1 olduğunu bilirik. O zaman 4-dən 1 çıxsam, cavab olacaq. Yekunda 3. Daha sonra 24-cü suala baxın. 24-cü sual şifahi rahat sualdır. Hər qrafik görəndə, şəkil görəndə və yaxud da yeni tip sual görəndə qorxmaq lazım deyil. Deyir, B nöqtəsinin koordinatını tapın. B nöqtəsi nədir? X oxun üzərində olan bir dənə nöqtədir. Aha, siz nəyi bilməlisiniz? Bu parabolat, kvadratik funksiyanın qrafikidir. Və bilməlisən ki, burada köklər, x1 ilə x2 kökləri burada olur. Deməli, sən nə etməlisən? Funksiyanı birinci baxıb sadələşdirməlisən. Funksiyada əslində x kvadrat çıx 9 funksiyası x kvadrat plus 3 və x kvadrat çıx 3 şəklində vuruqları ayrılır. Bu belə. Bu şəkildə vuruqları ayırandan sonra məndən soruşur B nöqtəsinin koordinatı. B nöqtəsi, nəinki B nöqtəsi, buradakı nöqtə belə. Bunlar ikisi də x oxun kəsdiyi nöqtələrdir. X oxun nə zaman kəsir? Y bərabər 0 olanda. Yəni mən bunu 0-a bərabərləşdirib buradan kökləri tapmalıyam. Onda x kvadrat plus 3 demək. Üzr istəmiş olar. X kvadrat çıx 9 idi də burada. Onda mən x kvadrat çıx 9-u 0-a bərabərləşdirəsi olsam, köklər buradan nə olacaq? X çıx üstə gəl 3 və x çıx 3. Səhv vuruqlar ayırmışdım bayaq, üzrlü sayın.
Deməli, belə ayırdım. O zaman mən kökləri tapıram ki, kökümün 1 -3-dür. Biri isə 3-dür. İndi gözəl. Təbii ki, burada mənfi olan sol tərəfdə olur, müsbət olan sağ tərəfdə. B nöqtəsinin onda mən absisini tapdım 3. Ordinatı isə zaten yoxdur, 0-dır. Onda cavab olacaq 3, 0. Bu qədər asan. Daha sonra baxaq növbəti 25-ci suala. Deməli, nə tələb olunur bizdən? Şəklə əsasən 3 sinus alfa üstəgəl 2 kosinus alfanı hesablayın. Baxaq. Deməli, şəkildə nə görünür? Düzbucaq, üstbucaq görünür. Bu x oxudur, bu y oxudur bu arada. Deməli, mən nə edə bilərəm? Əgər mənə buradan bura qədər məsafəni 3 veribsə, demək bu katet 3-dür. Daha sonra burada 5 veribsə, demək radius 5-dir. Radius 5-dirsə, bu da 5-dir də, çünki bu da radiusdur. Bura 5 yazsam, digər katet avtomatik Pifagora görə 4 çıxır. Onda mən sinus alfanın yerinə nə yaza bilərəm? Sinus ümumiyyətcə nə idi? Qarışıq katetin hipotenuza nisbəti, yəni 4-ün 5-ə nisbəti. Üstəgəl, kosinusun yerinə isə yazıram. Bitişik katetin 5-ə nisbəti, yəni 3/5. Daha sonra olacaq 5-də 12, üstəgəl 5-də 6. Bu da bizə verəcək 5-də 18-i, yəni ki 3,6 deyə bilərik. Bu qədər uşaqlar, 25 sualın hər birisinin izahını verdim. İnşallah ki, gələn dəfə artıq ümumi sınaq imtahanlarına da yavaş-yavaş başlayıb vaxtım olduqca izahları çəkməyə çalışacağım. Əlavə sualınız olarsa buyurun.